8-də Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışının baş tutması təkcə təntənəli mərasim kimi xarakterizə edilib yaddaşlara bu şəkildə həkk olunmadı. Bu, üç qardaş ölkənin birliyini ifadə etməklə yanaşı, perspektivdə əlaqələrini daha da sıxlaşdıracaqlarının bariz nümunəsi idi. Bu, Qarabağ Azərbaycandır şüarının əməldə ifadəsi, mərama, sədaqət, haqq və ədalət tərəfdarlığının rəmzi idi. Bu mənada Azərbaycan, Pakistan və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutmuş üç tərəfli zirvə görüşü həm də tarixi zirvə kimi dəyərləndirilir. Danışıqlarda Cənubi Qafqaz regionu ilə bağlı məsələlərə, habelə üç ölkənin maraqları kontekstindən strateji nüanslara aydınlıq gətirildi. Zəngilan və Füzuli hava limanlarının açılışlarında iştirakından sonra növbəti dəfə Azərbaycan üçün mühüm strateji əhəmiyyəti ilə seçilən Laçında hava limanının açılışında iştirak etmək üçün ölkəmizə üz tutması Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəsmi Bakıya yüksək ehtiramının göstəricisi kimi xarakterizə olunur. Şu anda Türkiye-Pakistan-Azerbaycan ilişkileri Laçın havaalanı etrafında bir defa daha kendini göstermiş oldu. Laçın'da bir havaalanı kurularak burayı Azerbaycan'ın tarihi mülkü olduğunun gösterilmesi açısından bu açılış ve açılışla ilgili yapılan tören son derece önemli. Azerbaycan'ın 44 günlük savaşta topraklarını işgalden kurtarmakla ilgili vermiş olduğu mücadelede Türkiye'nin ve Pakistan'ın desteği ve bugün havaalanının açılış töreninde bu güzel manzara ile tekrar milletin aklında çok önemli bir yer tutacak görüntü vermiş olmaları dikkate şayan. Pakistan, Azərbaycan və Türkiyə arasında üç tərəfli əməkdaşlığın əsası 2017-ci ildən qoyulub. Bu dövrdə tərəflər arasında ilk dəfə olaraq Xarici İşlər Nazirləri səviyyəsində görüşlər keçirilib. Uğurlu başlanğıcın nəticəsi kimi üç ölkə münasibətlərin yeni mərhələyə qədəm qoymasını parlamentlər səviyyəsinə də yüksəldib. Nəticədə 27 iyul 2021-ci ildə parlament sədrləri səviyyəsində Bakı bəyannaməsinin imzalanması baş tutur. Bu mənada sözü gedən bəyannamə əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsində bazis rolunu oynuyor. Türkiye ve Pakistan, Azerbaycan'ın yanında yer alarak bir dostluğun ve stratejik işbirliğinin uluslararası ve bölgesel gelişmelere verilen bir mesaj niteliği taşımaktadır. Zira son günlerde Azerbaycan-Ermenistan arasında barış görüşmeleri devam ederken bir taraftan silahlanmaya devam eden Ermenistan'a da bir mesaj olacaktır. Aynı zamanda Pakistan ile Hindistan arasında yaşanan gerilimlerin bir nükleer savaşa dönüşür mü sorularının akıllara geldiği günlerde Pakistan, Azerbaycan ve Türkiye'nin stratejik bir havalimanı açılışında stratejik bir mesaj verme açısından da önem taşımaktadır. Qeyd edək ki, üç tərəfli əməkdaşlığın gücləndirilməsində Pakistan, Azərbaycan və Pakistan-Türkiyə əlaqələri də ciddi effektivliyi ilə seçilir. Məsələn, təkcə 2025-ci ilin fevralında strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı rəsmi Ankara ilə İslamabad arasında 24 sənəd imzalanıb. Rəsmi sənədləşmələrin həyata keçirilməsi isə dolayısıyla üç müttəfiq ölkələrin maraqlarının qorunmasına təkan verib. Zeynəb Mirzəyeva, Real.